təmsilçisidir. Buyurun Fəxrəddin müəllim, sizi eşitmək istəyirik. Fəxrəddin müəllim bilmirəm necə təqdim edib. Filologiya üzrə fəlsəfə doktorudur, şairdir, irfan əhlidir, tasavvuf əhlidir. Yəni o qədər musiqiçidir, gözəl, yəni o qədər geniş spektrli fəaliyyəti var ki, tanıyırsınız. Buyurun ustad, sizi eşitmək xoşdur, xoş gəlmişsiniz. Mənim tanımadığım Ələsgər yox, la, inkardan başladı hər şey. Yoxdan yarattığı üçün və insan da Tanrının təqlidçisi olduğu üçün yox sazının nə pərdəsi, nə simi dedi. Yəni, la ilahə, öncə deyir, yoxdur Allah. Daha sonra illallah. İnkarsız, təsdiq yoxdur. Öncə yox var idi, sonda da yenə yox var olacaq. Qəlibə etmədədir, yox var idi. Yox ən böyük var idi, heç hər şeydir. Onu çalıb kim tərpədər? Nəsimi. Nəsim ifadəsi ərəbcədə bahar küləyi anlamındadır. Bəs pərdəsiz, simsiz bir sazın nəsimi hardan gəlir? Çox düşünürəm, mən də Ozanam, tar müəllimiyəm, Milli Konservatoriya müəllimiyəm. Düşünürəm, niyə o musiqi alətinin qoluna bağlanan, qədimdə bağırsaqdan olurdu, indi jilkadan bağlıyorlar. Niyə onun adı pərdədir? Axı bizim dilimizdə pərdə, fars dilindən pərdə, yəni bu bildiyimiz pərdə. Bir şeyin önünü örtən, kəsən. İllər sonra mənə çatdı ki, elə o da odur. Pərdəsiz saz, yəni çılpaq həqiqət. Önünə keçilməyən, sərhəd qoyulmayan həqiqət. Onu çalsa, haqqın nəsimi, bahar küləyi, yəni zuhur-i haqq səslənəcək. Onu çalıb kim tərpədər? Nəsimi. Sual verir, həm də ritorik sual verir. Yəni, yoxdur belə bir saz. Yox sazımın nə pərdəsi, nəsimi. Təbii ki, Firdevsi, Füzuli, Hafiz. Düşünürdüm, Göyçədə dağ başında Firdevsi, Füzuli, Hafiz, Nəsimi. Bəlkə Göyçədə mədrəsə olurdu, bəlkə olmuyordu. Çox tartışılır, Dədə Ələsgərin təhsili olub-olmuyor. Mən də deyirəm ki, adamla belə bir ay bir molla yanına getsəydi, 28 hərifi, təbii ki, fars və türklər İslamı qəbul etdikdən sonra 4 hərifdə daxil oldu, 32 hürufatı öyrənərdi, çətin bir şey deyildi. Amma Ələsgər hərif tanısaydı nə olacaqdı? Bəyəm Ələsgərin dedikləri hansı kitabda yazılır ki, oradan oxusun onları desin? Yoxdur axı belə kitab. Onun sazı pərdəsiz olduğu üçün, onun sözü də kitabsız sözdür. Mevlana'nın məsləvisinin bir adı var, Qur'an-ı Mənzum, nəzmə çəkilmiş Qur'an. Şəhrin şöhləsindən buldum bələdi. Xoş gəldi xoşuma, halı qabaqda pir mənə göstərdi, şah məqamını gördüm cəmdi, çox cəlalı qabaqda. Bütün yaxın və orta şərqi gəzdim, illərimi verdim. Avropada, okeanın o tayında təhsil aldım, təhsil verdim. Mən bu sirri aça bilmirəm. Aşağı yuxarı 200 ədəd şeir, onun da 50'si irfani mənim üçün. Məni aciz burax illərdir. Allah rəhmət eləsin Ustad İslam müəllimə. İslam müəllimdən sonra Dədə Ələsgərdən dissertasiya müdafiə edib, alim adamlar hələ ki 2-ci və sonuncu şəxsən. Mən Ələsgərin yolunda 30-35 ildir bir arpa boyu getməmişim, bunu hər yerdə deyirəm. Ona görə deyirəm, mənim tanımadığım Ələsgər. Bilirsiniz, Allahın varlığı onun yoxluğundadır. Yox olduğu üçün biz onu var bilirik. Ələsgəri tanımaq, gerçək tanımaq əslində onu tanımamaqdır. Bu cür şəxsiyyətlər
şəxslərə yaxınlaşdıqca onlar bizdən uzaqlaşır. Onların sirri dünyada deyil. Dədə Ələsgər haqqında bir kəlmə ariflərin sözü xatirimə gəlir. Deyir, axtaranlar tapa bilməz, amma tapanlar axtaranlardır. Hədəfsiz bir yoldur Ələsgər. Hədəf varsa deməli, müəyyənlik tendensiyası ortaya çıxır. Məşhur Heisenberg təlimində, atom fizikasında, kvant fizikasında bir qeyri-müəyyənlik təlimi var. Qeyri-müəyyənlik. Heç nəyin yeri bəlli deyil. Ona görə deyir, yox sazının nə pərdəsi, Nəsimi. Sonunda da deyir, Füzuli, Firdovsi, Hafiz, Nəsimi, onlar da yazdığı ayə məndədir. Necə olur? Necə olur? Qalaq-qalaq, cild-cild kitablar yazanların bütün cəmi bir sinədə toplanır. Bu necə baş verir? Yaxşı, vəhi bitdi. Son Peyğəmbərlə vəhi bitdi. İlham şairlərə, rəssamlara falan verilir. Dədə Ələsgər şair deyil. Şair kimdir? Sözün nəzmə çəkilir. Gözəl söz yazmaq olar. Amma məna, böyüklük başqa bir şeydir. Adını çəkdikləriniz hamısı şairdir. Ələsgər şair deyil. Bəs ona ilham da gəlmir. Bu nədir? Bunun bir ortaq nöqtəsi tapılıb əslində. Təsavvufda, irfan elmində buna həvalə deyilir. Yəni, halların cəmi. Dədə Ələsgərə hal gəlirdi. O, qal əhli deyildi, hal əhli idi. Qal bizim el arasında bu qeyri-qal deyirlər, əslində Quran-ı Kərimdən gedir. Qul, ya Rəsulü, qalə, de, danışmaq. Yəni, türrəhat, Nəbati deyir, türrəhatı çək kənarə, rəqsə gəl divanə var, gir xərabat içrə göl bu şubi şubulğa nədir? Qal, söz, elm, bilgi, Ələsgər bundan özünü məhrum etmişdi. O, hal əhli idi. Ona görə deyildi, yox sazının nə pərdəsi, Nəsimi. Heç kim olmaq, əslində hər şey olmaqdır. Hər kəs olmaqdır. O, yoxluğa, Anadolu türkləri ona elmi dildə təkillik deyir. O, mütləq yoxluğa yetişdiyi zaman insan hər şey olur. Sizcə yeri göyü yaradan və idarə edən, əvvəl, axır, zahir, batin olan Həqqı Teala niyə var olunur, niyə görünmür? Qorxur mu bizdən? Bəyən biz əzə bildiyimiz bir qarışqanın sirrini aça bildik mi ki, onun sirrini aça bilərik? Biz qarışqanı sadəcə əzə bilərik. Ya da Həzrəti Süleyman olub qarışqadan məsləhət ala bilərik. Yəni, Quran qissələri, İncildən rəvayətlər, Tövratdan rəvayətlər ki, Qurana belə düşmüyor. Bu insanın yaddaşında şeirə necə hukuk? Bu insan dinlər tarixini gəzdirir, millət tarixini gəzdirir, irfanın, təfəkkürün tarixini gəzdirir. Harada? Əlimizə gəlib çatan 200 şeirin 50'sində. 50'sində. Güllə ilə öldürmə, dara çəkməli, dil deyil, güllədən dar salamatdır. Hansı dar? Niyə? Niyə Ələsgər darı güllədən daha, axı güllə ilə ölmək daha rahatdır, nəinki əzabla dara çəkilmək. Güllənin kəraməti odur ki, anən öldürür adamı. Bir anda ağrısız, acısız. Bəs dar niyə dar salamatdır? Çünki özündən öncəki dara çəkilənlərin yolunu gedir. Həllacı Mənsurun, Seyid İmadəddin Nəsiminin, Eynül-Quzzat Miyanəsinin, Şəhabəddin Yəhya Sührəvirdinin 53 yaşında Şamaxı məscidinin qapısına sıxılıb öldürülən Seyid Əzimin yolunu gedir. Ona görə deyil, güllədən dil deyil, özdə dil, ürək, farsçada ürəkdir. Dil deyil, güllədən dar salamatdır və yaxud hər yana istəsə, baxanda görə. Düşündük mü bu günə qədər əcaba baxmaq nədir, görmək nədir? Ələsgər bizi öyrədir ki, hər baxan görə bilməz. Hər kəs baxar, amma hər kəs görə bilməz. Hər yana istəsə, baxanda görə. Baxmaq zahirdir, görmək batindir. Ələsgər zahirdə baxıb batini görənlərdəndir. Və o bir silsilənin davamsızıydı. Baxın, mən kitabımda da qeyd etmişəm ki, bu
sözü iri hərflərlə yazdım. Şah Xətai 2.850.000 kvadrat kilometr ərazisi olan Azərbaycan Səfəvilər İmperiyasının banisi Karl Marx demişken 14 illik hakimiyyətində 14 əyalət fəth edən bir şərəf sahibi dünyanın hər yerinə zəfərlə getdi, Göyçəyə səfərlə getdi. Göyçəni fəth etmədi, Göyçəyə fəth olunmağa gəldi. Mürşid ardınca gəldi. Miskin Abdalın əlini öpdü, onun surğuçlu fərmanı hələ də bugün qalır orijinalı, Anadolucəmizdə. Bütün Səfəvi qoşununu mənim mürşidimə itaət edin deyə əmr etdi. Siz təsəvvür edirsiniz, Ərdəbildən qalxıb, Təbriz taxtına çıxıb gəlib Göyçədə özünə mürşidim demək nə demək? Bu hansı batinə əlaqədir? Kitabların, radyonun, telefonun olmadığı bir zamanda bu içdən-içə, batindən batinə rabitədir ki, qalxıb o boyda imperiya sahibi gəlib Göyçədə özünü mürid nə dərətlərində? İradədən imtina edən şəxs. Özünü mürid elan etdi. Bax, Dədə Ələsgər hər zaman demişəm, bir Səfəvi ozanıdır. Sizdən xahiş edirəm. Tələb etməyə haqqım yoxdur. Biraz dərin düşünək, Dədə Ələsgəri o Çeşkənbə günündə çeşmə başındakı kimi şeirlərə uyaraq biz onu o silsilədən elan etməyək. Dədə Ələsgər Nəsimin Nəbati Seydəzim Füzuli silsiləsidir. O silsilədən deyil ki, onların adını çəkmək istəmirəm. O təbiət şairi deyildi. O xalq şairi deyildi, o haqq şairiydi. Şairəm bəslədiyim sidq-ü səfal, çırpınıb izlədiyim nur-u dəhal, şeir-i ilhamımı dinlər mələkut, ruh-u məcruhumu izlər cəbərut. Mən fəqət hüsn-i xuda şairiyəm, yerə yenməm də səma şairiyəm. Burada maraqlı bir